Qəbul imtahanına düşə biləcəyi belə bir sualın izahına bax. Deməli, burada 2-dən y verildiyindən bir-birinə bərabərləşdirərək x-in qiymətini tapaq. Deməli, 2x çıxılsın x-in kvadratı bərabərdir 0. X-i mötərizənin xaricində çıxarsaq, 2 çıxılsın x bərabərdir 0. Burada deməli, x-imiz 0 və o birisi isə 2 çıxacaq. Deməli, integralımızın sərhədləri oldu 0-dan 2-yə yazırıq. 0-dan 2-yə və fiqurun sahəsini tapmaq üçün y-lərin qiymətləri bir-birindən çıxmaq lazımdır. Yazırıq 2x çıxılsın x-in kvadratı dx. Da burada 0 yazmıram ki, onsuz da qiyməti 0 olacaq. Bərabərdir. Deməli, bunların integralını tapsaq olacaq 2 vurulsun x-in kvadratı bölünsün 2, çıxılsın x-in kubu bölünsün 3, 0-dan 2-yə. Da bərabərdir. Burada 2'lər ixtisar getdi. Bunlar da yerinə qoyub bir-birindən çıxmaq lazımdır. 0'ı yerinə qoysaq onsuz da 0 olacaq. Ona görə 2'ni qoysaq kifayətdir. Deməli 4 çıxılsın 8, 3'də 8. 3'də 8. Bu da bərabərdir. Cavabımız olacaq 3'də 4.